Xarici turistlər daha çox rayonlara deyil, Bakıya üst tuturlar. Rəsmi statistikaya əsasən 2025-ci ilin ilk 9 ayında Azərbaycana xaricdən gələn turistlərin 80%-i paytaxtda istirahətə üstünlük verib. Qalan 20% isə bölgələrimizə səfər ediblər. Bu da o deməkdir ki, regionlarımız xaricdən turist cəlbinə görə paytaxtda uduzur. Rayonlar üzrə biz diqqət yetirsək, Qusar, Naftalan, Qəbələ daha çox öndədir. Əvvəla Qusar dağ turizm baxımından turistləri cəlb edir. Naftalan sağlamlıq turizm baxımından cəlb edir. Eyni zamanda Qəbələdə də həm yay, həm təbii ki qış, beləcə də sağlamlıq turizmi var. Amma digər bölgələrimizin bütövlükdə turizmdə payı aşağıdır. Əsas səbəblərdən biri, birincisi rayonlarda turizm keyfiyyətinin yüksək olmaması və eyni zamanda buna baxmayaraq qiymətlərin yüksək olmasıdır. Və praktik olaraq biz son illər bölgələrimizdə turizm keyfiyyətinin artmasını müşahidə etmirik və amma qiymətlərdə artımlar var. Baxmayaraq ki, bu istiqamətdə təlimlərə və eyni zamanda turizmin keyfiyyətin artırması ilə bağlı tədbirlərin həyata keçirilməsi çox vacibdir. Millət vəkili bildirdi ki, xaricdən turistlərin daha çox cəlb edilməsi üçün bölgələrimizin turizm potensialının düzgün təqdim edilməsi vacibdir. Azərbaycan rayonlarının kifayət qədər böyük turizm potensialı var və bu turizm potensialının tanıdılması və təqdim edilməsinə ehtiyac var. Və əslində daha çox paytaxtın Bakının turizm imkanları təqdim olunur. Ona görə rayonların turizm imkanlarının tanıdılması, bununla bağlı məlumatlandırma kampaniyalarının həyata keçirilməsi vacibdir. Çünki bu nəticə etibarən daha çox turistlərin cəlb edilməsidir və Azərbaycana gələn turistlərin yalnız paytaxtda deyil, eyni zamanda rayonlara üstünlük verməsinə gətirib çıxara bilər. Eyni zamanda təbii ki, dövlət dəstəyinin artırılmasına ehtiyac var ki, qiymətlərin optimallaşdırılması və eyni zamanda keyfiyyətin yüksəlməsi müşahidə olunsun. Turizm ekspertlərinin fikrincə, bölgələrimizə xaricdən gələn turistləri cəlb etmək üçün həmin ərazilərdəki hava limanlarında fəaliyyətini genişləndirmək lazımdır. Bizim regionlardakı beynəlxalq hava limanlarımızın da məhz Bakıdakı kimi daha aktiv, səmərəli, dinamik şəkildə çalışmasına ehtiyac var. Çünki Bakıdan başqa bizim 8 beynəlxalq hava limanımız var və nəzərə alsaq ki, uçuşların 90%-dən çoxu beynəlxalq uçuşların ancaq Bakı şəhərindən həyata keçirilir. Deməli, regionlarda biz bu aktivliyi görə bilmirik. Turizmin paytaxtdan bölgələrə yayılması təkcə iqtisadi deyil, həm də mədəni inkişafın göstəricisidir. Regionlarımızın tanıdılması istiqamətində atılan addımlar bölgələrimizin təbiətinin, adət-ənənələrinin və mətbəxinin təbliğ baxımından olduqca vacibdir.